Düz danışmaq lazımdır. Heç bir qarışığı da yoxdur. Tərtəmiz Avstralok cücələrdir. 1 manat 50 qəpik. 100 dənə alana, 200 dənə alana, 300 dənə alana çatdırılma, bütün rayon və şəhərlərin hamısına çatdırılma pulsuzdur. Dostlar, bax, burada bizim inkubator sexlərimizdir. Yəni, aparatlarımızdır. Bax, özümüz burada çıxardırıq, istehsal eləyirik. Öz malımdır, yəni qırağın malı deyil. Amma yumurta göndəririk Naxçıvana. İstəyənlər olsa Naxçıvana yumurta göndərirəm. İnşallah buradan aeroport yanımızdadır, yəni göndərə bilirik. Bunu bir nəfər özü zakaz eləyib, burada qarışıq düzə deyək mənə kətdə, hamısı qarı olsun. Kətdə, nə bilim, Avstralokda belə saxla. İndi sabah öpürsün, gəlib aparacaq uydu. 70 qəpik olur. Hə, 70 qəpik. Çıxış çox olanda, yaxşı olanda biraz da aşağı verirəm. Yəni ki... Kimdə nəsə səhvi olsa yazsın. Bax, bu kişinin şəxsən özünə yazsın ki, mən filan vaxtı cücə aldım, bu çıxmadı. Malına cavab deyildi. Dəyərli dostlar, hər kəsi salamlayıram. Bugün Teyyubçinin yanındayıq. İndi ətraflı göstərəcəm sizə. Hansı cins cücələrin satışını eləyir, ətraflı sizlər üçün soruşacağım. Və qiymətlərini də deyəcək burada Teyyubçi. Çatdırılma olur. Belə deyək, təmizliyi haqqında və yaxud bu cədəqə bazarda yəni belə deyək də çoxdur, cücə satan çoxdur. İndi Teyyubçi öz öhdəsinə düşən sualların cavabını versin. Bunlar haqqında da bizə məlumat verir Teyyubçi. Və mikrofon verim sənə. Su qalsın elə burada. Bax, burada Avstralok cücələrimiz tam orijinal. Ana sürü özümüzdədir. Yəni heç bir qarışığı yoxdur cücələrimizin. İçində bulusu da var. Bax, görürsünüz, Avstralok cücələrdir. Özü də çox gözəldilər. Tam orijinal cücələrdir. Orijinal olmağına da 100% garanti verirəm. Çünki ana sürü özümdədir. Bunlar hal-hazırda neçə günlüklər? Bunlar bugün çıxanlar. Bugün çıxıblar. Qiyməti də 1 manat 50 qəpik. 100 dənə alana, yəni mən yalandan deyə bilmərəm o bəzi qurmalar kimi ki, ay mən hədiyyə verirəm filan bəşman, yox. Hədiyyəm zadım yoxdur, düz. Düz danışmaq lazımdır. Heç bir qarışığı da yoxdur. Tərtəmiz Avstralok cücələridir. 1 manat 50 qəpik. 100 dənə alana, 200 dənə alana, 300 dənə alana çatdırılma, bütün rayon və şəhərlərin hamısına çatdırılma pulsuzdur. Yəni heç bir pul ödəmirsiniz. Yalnız və yalnız cücənin pulunu verirsiniz. Başqa bir şey, yəni ödənişiniz olmur. Bunlar da yenirlər. Hə, bunlar Xarkov cücələrimizdir. Hal-hazırda bugün 1500 dənə idi, satılıbdır, qalan bunlardır. 100 dənə qalıb. 1 manat 80 qəpik. O biri bu birilər kimi, bunun dana sürüsü özümüzdədir. Yəni başqa adamda deyil. Mən bunun yumurtasını başqa adamdan almıram. Amma bir şərtdən deyirəm, xahiş edirəm. Yumurtaya görə mənə zəng eləməyin. Avstralok yumurtasını verə bilirəm, amma Xarkov yumurtasını verə bilmirəm. Yumurta satışı da olur. Yumurta satışı da olur, amma Xarkov yumurtalarını verə bilmirəm. Çünki Xarkovun tələbatımız çox. Səndə hal-hazırda ancaq bir günlük cücələr. Bir günlük cücələrim də var. O tərəfdə biraz böyüklər də var. Çəkərik inşallah. Burada Ankona cücələrimizdir. İndi onun ana sürüsü buradadır. İndi inşallah onu çəkib sizə göstərəcəklər. Videoda görəcəlim, məsəl üçün burada azdır, inkubatorlarda göstərir. İnşallah bir məlumat lazım olsa, yəni əlaqə saxlasın. Bundan çox olmur. Həftəlik 200 dənə, maksimum 200 dənə olur. Çünki ana sürü azdır. Hər gün də yumurtlayırlar, hər gün. Ana sürüyündə videosunu elə qoyacağım. Ana sürüsündə görəsiz. Həm gözəlliyinə bir qapı həyətdə bir gözəl heyvandır. İtaliyanın Ancona şəhərindən gəlmədilər bunlar. Yəni təzədir. Bunu kət cücəsinin bunun içindən seçirlər, kət cücəsinin içindən seçirlər. Bax, bir şey nəzərinizdə saxlayın ki, kət cücəsini içindən seçirlər, bunlara oxşayan Ancona adına satırlar. Yəni almayın onu. Sırf Ancona bir dənə. Azərbaycanda biraz keçən ilinə satmışamsa bir 300-500 mən satmışam. O da tanıyıram kimlərdə var. Ondan qalan adamda yəni o inkubator şişkilər, bunu oxşayan cücələr satırsa deməli almaq lazım deyil. Dostlar, yəni allanmayın. Bunu oxşayan cücə o qədər nə göstərəcəklər sizə. Bunların qiymətləri neçəyədir? Deməli, Xarkovlarımız 1.80. Xarkovlar deməli bunları. Xarkovlar 1.80. Bir günlükləri. Ondan sonra Avstralokları dedim 1.50. Bunların hamısının çatdırılması yəni pulsuzdur. Heç bir ödəniş eləmirsiniz. Sonra Ancona cücələrimizin bir dənəsi 3 manat.
Bir dənəsi 3 manatdır. Yəni kim neçədən istəyir, buna çatdırılmamız yoxdur. Yəni ki, mən yalnız salladım ki, buna çatdırılma eləyirik, yox. Siz yalnız və yalnız cücənin pulunu verirsiniz, qalan ödənişi sizlikdir. Videonun sonunda da Sonra burada videonun sonunda da ünvanı deyərik. İnşallah, inşallah. Burada da təmiz lider 55. Yəni cücənin yekəliyinə baxın. Görün nə gözəl cücədir. Lider 55 cücələrimiz olur. Görün nə boyda cücələrimiz. Allahın izni ilə. Bunlar da 1 manat 30 qəpikdir. Yenə bunlarda da çatdırılma mövcuddur. Heç bir ödəniş eləmirsiniz də. Yəni ödəniş bizim tərəfdəndir. Yalnız və yalnız cücəniz. Amma bundan çox olmur da. Yəni maksimum 300 dənə cücəm olur. Çünki mən toyuğum azdır. Yəni yumurta az olur. Başqa yerdən yumurta alıb çıxardırsan sonra üzünə söz gəlir. Qaçışdırırlar, falan eləyirlər. Ona görə də heç bir yerdən yumurta almıram. Öz malımdır, öz məhsulumuzdur. İnşallah istəyənlər 300 dənə, 200 dənə istəyənlər əlaqə saxlasın, göndərə yaparsın, saxlasın. Hansı rayonlara? Bütün rayonlara. Hansı rayon istəyir, nə qədər istəyirlər göndərirəm. Neçə ədəd istəməsələr, ən minimum neçə ədəd olur? Məsələn, Avstralok istəsələr 1500, 2000, 3000 göndərə bilirəm. Xarkovlardan 12000. Bizə dediyim kimi də liderlə serebris məndə ana sürü azdır. Ona görə də yəni ondan çox olmur da 300 dənə, 400 dənə maksimum belə olur. Minimum neçə dənə göndərmək olur? Hansılardan? Məsələn, Liboyundan olsun da. Liboyundan hansılar? Məsəl üçün bir adam zəng etsə ki, mənə 1500 dənə Avstralok lazımdır, veririm. Yəni ən az nə qədər göndərmək olur? Ən az istəsə 10 dənə, amma 10 dənə 100-dən aşağı olanda ödənişi öz eləyir də. Hə, öz eləyir. 100 dənəni mən göndərirəm. Lap istəyir kim olsun, hansı rayonlu olsun. Ən ucqar rayon bir Naxçıvandan başqa da Naxçıvana göndərə bilmirik. Allahın köməyi ilə inşallah açılar orada göndərərik. Allah qoysun. Özümüzün getməyi bir problem. Hə, də yəni ona görə amma yumurta göndəririk Naxçıvana. İstəyənlər olsa Naxçıvana yumurta göndərirəm. İnşallah buradan aeroport yanımızdadır, yəni göndərə bilirik. Buradakiləri da göstərsən. İstəyirsən göstər. Avstralokdur orada o. Bunlar biraz böyüklər. Hə, böyüklər eyni qiymətli, problem yoxdur. Yəni ki, eyni qiymətə verirəm mən. Amma buradakılarımız kənd cücələrimizdir. Kənd cücələrimiz də olur, həftədə bir dəfə olur. Allahın izni ilə 70 qəpik olur. Kənd cücəsi 70. Hə, 70 qəpik. Çıxış çox olanda, yaxşı olanda biraz da aşağı verirəm. Yəni ki, heç bir problemi yox. Buradakılar da Avstralok. Hə. Burada Avstralok da var, içində bir kənd cücəsi də var orada. Hə, hə. Şunları da aç göstərək. Hə, açım göstərək inşallah. Bax dostlar, Avstralokdur, tərtəmiz. Ataks da var içində bunun. Burada qarışıqdılar da, yəni bu cücələr. Bilirsiniz də hansılar. Hə. Bunu bir nəfər özü zakaz eləyib, burada qarışıq cücə deyib mənə kətdə, hamısı qarı olsun. Kətdə, nə bilim, Avstralokda belə saxla. İndi sabah öbürsün gəlib aparacaq oydu. Hepsi bir inkubatorlarda. Ha, problem yoxdur, göstərdərəm, niyə göstərtmirik, öz malımızdır. Allahın izni ilə istəyənlər, istəyirsən keçək ora. Hə, göstər inkubatorlar. Hə, dostlar, bax, burada bizim inkubator sexlərimizdir. Yəni, aparatlarımızdır. Bax, özümüz burada çıxardırıq, istehsal eləyirik. Öz malımdır, yəni qıraq malı deyil. Yəni öz şəxsi malımızdır. Allahın izni ilə Allahın verdiyi ruzudur, şükür Allaha. Bu da hal-hazırda cücələrimiz çıxır, sabaha yenə çıxışımız var. Var, qoy inkubatoru söndür bir dəqiqə. Bir dəqiqə söndürək, vadnoyu açaq, baxaq. Görək nə çıxıb. İnşallah. Hə, burada da görürsünüz cücələrimiz çıxır inşallah. Dostlar, hal-hazırda Avstralokdur bunlarda. Xarkovda var. Hamısından var inşallah. Sabah səhərə hazır olacaq. Nəmişli itirməyəcək. Hə. Da var, Xarkovda var, Ankonalarda var. Bax, hamısından var burada. Hə, burada qaldı Ankonalar, o da dibdə olanlar məsələn. Onlar görsəniz hamısı Allahın izni ilə. İstəyənlər olsa beləsi də var. Yəni seçib içindən satırıq da. 3 manatdan tutmuş 2 manata qədər burada cücələr var. Amma Ankona cücələrini çıxmaq şərtilə. Ankona cücələri o bax elə irisi var. Qıraqdaçılar. Hə, bax, onlar 10 manat. O elələr 10 manatdan. Deyib ki, bir ünvanı da bir dildə deyə Ünvanımız Yeni Romanı, bu tapalazın arxası. Hə, bu tapalazın arxasıdır. Çox yaxın yerdir, rahat yerdir. Yəni ki, gəldin körpünün aeroport yolu ilə gəldin, körpünün üstündən keçdin Romanıya, Romanıdan Kuruqdan, Sokarın arxasındakı Kuruqdan 100 metr qabağa sağa. Bu tərəfdən, qəsəbə tərəfdən gəlsəniz, Məşdağa tərəfdən,
Akasiya restoranının qabağından dönən kimi yuxarı qalxanda Şuşa qəsəbəsi içinə keçəndə. Akasiya restoranının qabağından qalxanda küçənin ayağı. Konum ata bilirsiniz, hə? Bəli, bəli, hər bir şey. Kim istəsə, nə istəsə. İzləyicilərimizə ətraflı nə demə, bu videonu bəyənsinlər. Bəyənin, paylaşın. Bizdən də nətər deyək, mal alın, peşman olmayın. Ki biləsiniz ki, yəni orijinal mal aldıq. Yəni getdik Qaraqura cücəni oradan buradan aldıq, apardıq. Əmələ gəlmədi, falan olmadı, peşman olmadı deməyəsiniz. Malıma da cavab deyəm, şükür Allaha, tam orijinal ana sürülərdə hamısı özümüzündür. Yəni qırağım deyil. Qıraqdan mən yumurta almıram. Gene dediyim kimi, serebilis məndə ana sürü az olduğu üçün, yəni çox olmur məndə. Maksimum 300 dənə adına deyil. Sonra canım sizə desin, liderlərimizdə onu kimi. Yəni ana sürü azdır. Yalandan deyim sizə 2500-2000 olmur. 300 dənədən artıq, yəni maksimum yuxarısı olsa 300 dənə, yəni lider 55'imiz olur. İndi istəsələr də nə bilim, valla olanımız budur. Dəyərli dostlar, yəni biz çəkdik, paylaşdıq. İnşallah istəyənlər Teyib Kişinin video adında nömrəsi olacaq. Əlaqə saxlayın, gəlin, götürün. Özü də dedi ki, yəni Azərbaycan bütün bölgələrinə göndərə bilirik. Video adında bir daha deyirəm. Teyib Kişinin nömrəsi olacaq, əlaqə saxlayın. Videonu bura qədər də izləmişsinizsə videonu bəyənin, paylaşın. Öz fikirlərinizi şərh bölməsinə yazın. Getsin. Kimdə nəsə səhvi olsa yazsın. Bax, bu kişinin şəxsən özünə yazsın ki, mən falan vaxtı cücə aldım, bu çıxmadı. Malına cavab deyil. 100%. Sağ ol Teyib Kişi. Sağ ol. Allah